düzgün qidadan başlayır. Qoz fındıq ölüm riskini azalda bilər. Qoz fındıq qəbulu ürək xəstəlikləri və diabet daxil olmaqla böyük xroniki xəstəliklərin riskini azaltmaqla əlaqələndirilir. Amma qoz fındıq yeyən insanlar həqiqətən daha uzun yaşayırmı? Klinik sınaqlar göstərir ki, qoz fındıq xolesterini salır, oksidləşməni azaldır, damar funksiyasını yaxşılaşdırır, qan şəkərini normallaşdırır. Amma bu təsirlər ömür uzunluğuna çevrilirmi? Harvard tədqiqatçıları bu sualı araşdırdı. Onlar 100 mindən çox insanı 10 illərlə izlədilər. Bu müddətdə 10 minlərlə insan dünyasını dəyişdi. Amma hər gün qoz fındıq yeyənlər əhəmiyyətli dərəcədə daha uzun yaşadı. Onlarda daha az xərçəng ölümü, daha az ürək ölümü, daha az tənəffüs xəstəliyi ölümü vardı. Və bu fərq həyat tərzi fərqləri nəzər alındıqdan sonra da qalırdı. Yaş, çəki, idman, siqaret, alkoqol istifadəsi və s. nə olursa olsun. Qoz fındıq yağlı olduğu üçün bəziləri düşünür ki, tez-tez yemək çəki artırar. Amma araşdırmalar bunun əksini göstərir. Daha incə bel, daha az çəki artımı, daha az piylənmə riski. Bütün araşdırmalar birləşdirildikdə isə nəticə belədir. Qoz fındıq pəhrizə əlavə edilsə belə, çəkiyə ciddi təsir etmir. Təcrübələrdən biri, insanlara gündə 0, 70, 120 püstə yemək tapşırıldı 3 ay boyunca. Nəticə, qrafiklərə baxanda demək olar ki, heç fərq yoxdur. Hansı qrupun hansı olduğunu ayırt etmək belə mümkün deyil. Yəni, gündə 1-2 ovuc qoz fındıq həm faydalıdır, həm də çəki artımına səbəb olmur. Bu, icmalın üstün cəhəti. Qida sənayesi ilə bağlılığı yox idi. Bəs nə qədər yeməliyik? Çox da deyil. Hətta həftədə bir neçə porsiya belə ömrü uzada və xərçəng riskini azalda bilər. Amma vacib məqam, davamlılıq. Predimed araşdırmasında uzun müddət qoz fındıq yeyən insanlara daha az yemələri və ya zeytun yağını seçmələri tapşırıldı. 5 il sonra məlum oldu ki, qoz fındıq qəbulunu azaltmağa başlayanlar əvvəlki uzun ömürlülük üstünlüyünü demək olar ki, itirdi. Yalnız həm əvvəldən yeyən, həm də davam edən qrup əhəmiyyətli uzun ömürlülük üstünlüyünə sahib oldu.